son baxış imtahanı keçirilir. Tələbələrimiz artıq öz bacarıqlarını nümayiş etdirməyə hazırdırlar. Bu mərhələdə onların inkişafını görmək və daha da irəli getdiyini görmək bizlər üçün çox önəmlidir. Rəsm dərsində əsas məqsəd tələbələrimizin düzgün komponovka etməyi, perspektiv qayda qanunları öyrənməyi, həmçinin ştrixlərdən istifadə etməklə tonlamanı, əşyaların formasını, həzmini, fakturasını, həmçinin məkan dərinliyini öyrənməsinə böyük təsir göstərir. Bu gün onların mövzular üzrə işlədiyi rəsmlər müəllimələr tərəfindən qiymətləndiriləcək. Hər birinə uğurlar. Mən Gəncə Dövlət Universitetinin Əzminə Regional Kollecinin tələbəsi Verdiyeva Mədinə dizayn ixtisasında təhsil alıram. Bugün bizim ilk dəfə olaraq imtahan baxışımız keçirildi. Semestr ərzində olan işlərimiz müəllimlər tərəfindən baxıldı və qiymətləndirildi.